Xatırlayırsınızsa biz keçən dərsimizdə PHP-yə giriş etdik və keçən dərsimizdə biz dedik ki, PHP server side bir dildir. Yəni ki, server tərəfində işləyən dildir. Bəs bu server side deyildiyi anda böyük ehtimal çoxlarınızın ağlına gələn bir sual var idi. Əgər bu server side bir dildirsə və bunu şərh edən proqramlar serverdə yerləşirsə, biz bunu kompüterdə necə istifadə edəcəyik? Bizim serverə mi ehtiyacımız var? Həmin sualın cavabını tapmaq üçün və həmin sualı həll etmək üçün, həmin problemi daha doğrusu həll etmək üçün proqram yaradılıb, daha doğrusu proqramlar yaradılıb və biz PHP kodlarını kompüterimizdə çalışdıra bilmək üçün geniş şəkildə istifadə olunan, yayğın olunan XAMPP proqramından istifadə edəcəyik. XAMPP da deyənlər var, XAMPP da deyənlər var. Mən XAMPP deyəcəm. Deməli, belə deyək, serverdə bir kompüterdir və uzaqda olan bir kompüterdir. Həmin kompüteri içərisində deməli nə var idi? Bizim PHP-ni yorumlayan Apache var idi. Həmin Apache-ni əgər bizim də kompüterimiz, yəni normal kompüterdə öz kompüterimizə qursaq, əlbəttə ki, biz də PHP-ni yorumlaya biləcəyik. Və bütün bunların, təkcə burada Apache deyil, MySQL də var, başqa şeylər də var. Bütün bunların işləməsi üçün XAMPP proqramı yaradılıb və siz sanki XAMPP proqramı kompüterinizə yüklədiyiniz zaman mini bir dənə server yaratmış olursunuz kompüterdə. Kiçik server yaradırsınız və həmin serverdən artıq biz istifadə edərək proqramımızı işlədəcəyik, yəni PHP fayllarının oxunmasına deməli, nail olacaq. Deməli, XAMPP proqramını internetdə, Google-da search edərək download linkini tapıb oradan yükləyə bilərsiniz. Mən hal-hazırda yəni yükləməyə ehtiyac duymuram, çünki yəni dediyim kimi çox sadə bir yüklənməsi var. Adi Windows proqramları kimi, yəni next-dan eləyə siz bunu yükləyə bilərsiniz. Deməli, bugün biz XAMPP-ın nə olduğunu öyrəndik və onu yükləməyə də artıq sizə buraxıram. Gələn dərsimizdə isə XAMPP-dan istifadə edəcəyik və ilk PHP kodumuzu yazacağıq. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Gələn dərsimizdə görüşənədək.